27 sentyabr anım günü, şəhidlik, ən ali bir zirvə, 44 gün vətən müharibəsi bizim şanlı tariximiz deməkdir. 30 il erməni vandalları, cinayətkarları torpağımıza, dinimizə, namusumuza təcavüz edərək, haqq olan torpağımızı tapdalayaraq, onlar bizə sistəm etdilər. Bugün həmd olsun aləmlərin Rəbbinə, artıq bizim Qarabağımızda və bütünlükdə Azərbaycan bölgələrində hər yerdə vahid Azərbaycan olaraq minarələrdən azan səsləri gəlir. Ona görə İslam dinində və bütün dinlərdə şəhidlik ən böyük mərtəbədir. Nəticə nədir? Nəticə etibarilə hər qazanılan zəfərin arxasında cəsur oğullarımızın tökülən qanları var. Əvvəz yerə deyilmib ki, torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda vətən olur.